Hər vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz. Biz bu günlərim sizlərə 4 uşaqlı ananın evli ola başqa kişiyə qoşulub qaçılmağından danışacağıq. Bu şəxs kimdir? Bu şəxs 44 günlük vətən müharibəsində səngərdən səngərə atılaraq uğurlu əməliyyatlara imza atan qazimizin həyat yoldaşıdır. Məqsədim odur ki, mən birinci həyat yoldaşım Anar adlı şəxsindən qaçmışdır. Bu videoya baxdım, mən bir şey anlayamadım. Necə ola bilər ki, bir insanın vətən qeyrəti var və döyüşlərdə iştirak edib qazi adı alıb. Hansı ki, vətən qeyrəti olan insanın ailə qeyrəti də olmalıdır. Yəni var ki, gedir vətənini qoruyur. Çünki quru torpaq uğrunda heç kim döyüşmür. O torpaqda yaşayan ana bacılar üçün, ailəmiz üçün döyüşürük. Necə olar ki, bir qazi gedər, ailəsi haqqında çıxış eləyər ki, 4 uşaq anası çıxdı getdi. Özdə bir fəxrlə də durub elə bil ki, nəsə bir maraqlı bir şey danışır. Sənin o ən faciəvi günündür. Sən onu çıxıb reklam etsən, kimlərəsə şərait yaradırsan ki, ay cəmaət, baxın, mənim ailəm getdi, ay ermənilər, baxın, sevinin, mən qaziyam, Azərbaycan qazisiyəm, çıxmışam ailəm haqqında danışam. Erməni kimi düşmənlər də, bunu hamısı elə bilməyin, ay sənə xəbərlər yoxdur. Sırazı yollayırlar, deyirlər, bu da Azərbaycan qəhrəmanı. Budur, arvadı evindən qaçıb gedib, başqa kişiyə qoşulub gedib. Bu da Azərbaycan oğlu. Bunlar nə ilə gəldilər üstümüzə? Nə ilə aldılar torpaqları? Necə oldu? Bu qazi ilə aldılar. Qazi qardaş, belə xətrinə dəysə də, dəyməsə də deyəcəm. Yəni sən birbaşa qazi adına ləkə gətirsən, Azərbaycan oğlunun adına ləkə gətirsən. Ümumiyyətcə sənə ünvanlamıram o qazi adına görə. Qazi olmasaydın elə sənə də ünvanlayardım. Ümumiyyətcə bu çıxıb ailəsi haqqında, arvadı haqqında çıxıb efirlərdə danışan kişilərin mən kişiliyinə şübhəm var. Yəni kişi ailəsi arvadı haqqında çıxıb efirlərdə şou yaratmaz. Yəni çıxır orada zağırlar, xoş qədəmlər, o birlər, bu birlər, çıxırlar xalqı, kişiləri. Bizə jurnalistlər bilirsiniz, jurnalistlər bizə o qalıb ki, bir dənə kişinin boşluğunu axtarırlar ki, bir dənə boşluqdan istifadə eləsin, onun arvadını, ailəsini çıxarsın, efirlərdə müzakirə eləsin. Yəni jurnalistlər bununla prim qazanır. Aparıcılar bununla prim qazanır, şou yaradırlar, xalqı bambılı yerinə qoyublar və ondan şou qazanırlar, şou yığırlar. O axmaq bambılı elə özləri, ora efirə çıxan kimi axmaqlar da elə oturub ona baxır, alqışlayır. Tüpürüm sizin vicdanınıza. Orada çıxıb arvadı haqqında danışanlar var. Tüpürüm sizin kişiliyinizə, vicdanınıza tüpürüm, ləyaqətinizə tüpürüm. Bəsdir də, bəsdir də. Qazi, sənə ünvanlamıram, yenə deyirəm. Çünki qazisən. And olsun Allah başqa adam olsan ünvanlayardım. Bəsdir də, bu yığışdırın da belə şeyləri. Arvadım qaçdı getdi. Bu boyda boşanan kişilər bəyəm kişi deyil, çıxsın da hamısı. Ayıbdır, bu qadın xisləti elə bir şeydir ki, onların ayıb olmasın, onların kayfı qalxanda onlar fikirləşmir. Bu mənim uşağımın atasıdır, bu mənim nə bilim kişimdir, bu nə bilim mənim ərimdir, bu məndən neçə il bir yastığa baş qoyanımdır. Yəni onu qaçsı getdi, füsada qaçdı getdi. Öldürə bilsən get öldür, öldürə bilmirsən də get rədd elə başından, füsə qutardı. Nə oldu? Sən bir dənə maddi durumun, sosial durumun zəif olanda çıxıb dövlətdən gedirsən orada durursan sosial duruma. İndi olar gedərdin dövlətdən müraciət edirdin də. Sən jurnalistə niyə eləyirsən ki? Jurnalist sənin dədəndir, nə bilim əmindir, qardaşındır, xala nə oldu, nədir? Sən gəlib ona dərdin deyirsən. Bəs jurnalistlərə bu boyda şərait yaratmayın ki, gəlsin sizin ailə işinizə qarışsın. Yaxşı, qazi qardaş, səni qoyduq qırağa, da qazilərin adına ləkə gətirmirsən, eyb yox. Jurnalist, bu aparıcı. Bu deyək ki, travmalıdır, nə bilim, müharibə görmüş adamdır, əsəbləri üzrə deyil, güvəni və yaxud da nəsə də bir gəlib də dərdini deyib. Və sənin kişiliyin hardadır, qardaş? Qardaş da deyirəm, bir Azərbaycan oğlu kimi. Sən bu qazini çıxardıb o efirə biabır eləyirsən. Hələ bir orada da çıxırsan, bir maraqlı bir, elə bil ki, bu insan nəsə ixtira eləyib ölkədə. Ölkədə bir yenilikdir. Bu uçurumdayıq, biz bu qadınların hərəkətlərinə görə, bəzi qadınların. Uçurumdayıq, siz nədən danışdınız? Bunu əlinizdə ləkədir, bu kişilərə ləkə vurulur və bircə o qalmış ki, qazinin ailəsinə ləkə vurulsun. Qazi öz ailəsinə ləkə vurub, o sözsüz. Yəni, bu çıxıb sənə dərdin deməkdə öz ailəsinə ləkə vurub, öz adına ləkə vurub. Sənin hara baxırsan, sən niyə bu qazini paylaşırsan ki? Sən nə ixtiyarla qazini paylaşırsan? Qazimizin cənab prezidentimiz əlini sıxan bir kateqoriyadır. Hansı ki, dövlət başçısı fəxr eləyib, xalq fəxr eləyib, millət fəxr eləyib. Bugünkü gün uşaqlarımız, körpə uşaqlarımız qazilərə baxanda baxır, fəxr eləyir. Mən də o cür olacam, mən də döyüşkən olacam. Amma sizə kimi jurnalistlər çıxardırsınız qaziləri beddə. O gün birini gördüm, çıxıb qazi arvad çıxardıb ora, qazi arvad ağzına gələnlidir. Bu da sizin qazilərə qoyduğunuz hörmət. Bəs də, kişi sizə adam olun,
mərifətiniz qanacağınız olsa, Azərbaycanı yıxdı sürdünüz ya jurnalistlər. O belə əqli, iradəsi, şuuru zəif olan insanlarda əlinizdə imkan yaradıb. Başladınız prim qazanmağa. Get axtar da belə jurnalistsən, get axtar da gör Elgünü kim öldürüb. Sən durub qazinin ailəsini paylaşırsan. Get axtar da Elgünü kim öldürüb. Niyə axtarmırsan? Mənim ağzımı açdırma. Valla mən belə getsə, heç telefon, TikToku da, həm bütün sosial şəbəkələri yığışdıracağam. Çünki əsəb çəkirəm bu aparıcılara və bu mediaya görə. Allah xalqımızı qorusun. Allah yaxşı qazilərimizi qorusun. Yəni qazi demək böyük bir, yəni ki, necə deyim, zirvə, böyük bir zirvədir qazi adı qazanmaq. Şəhidlər o dünyanın kralıdır. Qazilər bu dünyanın kralıdır. Ona görə də olmaz. Bu vətəndə, ölkədə yaşayırıqsa, vətənin qazisinə də hörmət eləməliyik. Vətənin yaxşı qadınına da hörmət eləməliyik. Yaxşı kişisinə də, dövlətimizə də, xalqımıza da. Olmaz, bu ölkəni alt üstünə çevirmişsiniz, bu media. Eləməyin, and olsun Allah, kimsə gəlib bir gün sizi başınıza oynasacaq. Yəni deyirəm ha, kimsə bax cana gəlib sizə nəsə bir udar vuracaq. Bu media rəhbərdəki heçsə, tulla getsin. Elə bütün hamısının başında duran elə o media rəhbəridir. Nəsə Allah xalqımızı, dövlətimizi qorusun. Var olun Azərbaycan xalqı.